2025-ci ilin qəbul imtahanında istifadə edilmiş test tapşırığına baxaq. Demək, bizə verib x-in qüvvətində m kvadrat çıxaq 4m plus 5 çıxaq 36 bərabərdir x minus 6 vurasın x plus m kvadratı minus m. Və burada bizdən baxanda diqqətlə görürük ki, x minus 6 varsa, demək ki, bu iki ifadənin kvadratları fərqiymiş. Yəni, x kvadratı çıxılsın 36 bərabərdir x çıxılsın 6 vurulsun x üstə gəlinsin 6. Deməli, bu ifadəmiz 6-ya və bu ifadəmiz isə 2-yə bərabər olmalıdır. Onda kvadrat tənlikləri yazsaq, bərabər 2. Buradan alıram m-in kvadratı çıxılsın 4m üstə gəlinsin 3 bərabərdir 0-a. Yəni 2-ni bərabərin digər tərəfinə keçirdib çıxıram. Və buradan da m1 bərabərdir. V terminə görə görürəm ki, bunun kökləri 1-i 3-dür. Digər kökü isə m2 kökü isə 1-ə bərabərdir. İndi eyni qayda ilə m kvadratı ikinci ifadəni həll edirəm. M kvadratı çıxılsın m bərabərdir 6-ya. M-in kvadratı çıxılsın m çıxılsın 6 bərabərdir 0-a. Və yenə də v terminə görə görürüm ki, m1 kökü bərabərdir 3-ə. M2 kökü isə bərabərdir -2 olmuş olur. Və hər ikisini ödəyən ortaq kökləri gördüyümüz kimi 3-dür. Yəni, birinci və ikinci ifadənin bərabərliklərin alınması üçün m-in 3 olması lazımdır. İndi digər nümunə, digər misala verirəm. Bunu isə özünüz yazmağa çalışın.